12 imam anlayışı İslamın əsasıdır, yoxsa sənə gizlədilən bir pərdə arxası var? 12 rəqəmi hardan gəlir? 12 rəqəmi təsadüf deyil. Xristiyanlıqda İsa'nın 12 həvarisi var. Bu model sonradan İslama soxuşdurulub. Amma ən böyük sual, niyə İmam Əlinin hər iki oğlu Həsən və Hüseyin imam sayılmır? Niyə ancaq İmam Hüseynin soyundan gələnlər? Erkən İslam dövründə xüsusilə Siffin döyüşü və Kərbəla hadisəsi kimi hadisələrdə 12 imam sistemi açıq və sistemli şəkildə ortada yoxdur. Həqiqət budur. Sasanilər imperiyası ərəblərə məğlub olandan sonra Sasani şahı öz qızını İmam Hüseynlə evləndirdi. İndiki İranın İmam Hüseynə bu qədər rəğbət bəsləməsinin, imamlığı ancaq onun soyuna bağlamasının əsl səbəbi o qədim Fars imperiyasının qanını ərəb soyuna qarışdırıb siyasi legitimlik qazanmaq idi. İmam Həsənin də oğlanları var idi, amma onların anası Fars şahzadəsi deyildi. Amma burada dayan. Şiə mənbələrinə görə isə bu təsadüfi deyil. Onlar deyir ki, Peyğəmbər Məhəmməd özü 12 imamı əvvəlcədən xəbər verib. İndi rəqəmlərə bax. İslama 12 imam modelini gətirən hədis kitablarında o qədər səhv və ziddiyyətlər var ki, hansına inanacağını bilmirsən. İndi isə daha geniş düşün. 12 rəqəmi təkcə burada deyil. 12 ay, 12 bürc, 12 qəbilə. Bu rəqəm tarix boyu simvolik gücə malik olur. Sual yaranır. Bu model ilahi planın bir hissəsidir, yoxsa sonradan qurulmuş bir sistem? Unutma, əgər bir kitabın, hətta müqəddəs dedikləri hədis kitabının içində bir səhv və ya ziddiyyət tapdınsa, o kitabın içindəki digər düz yazılar da sual altına düşür. Quran isə xalisdir. Onlar xurafatı yox, ağlı işlətməyi öyrədirdilər. Köklərinə, Qurana sahib çıx. Pərdə arxası həqiqətləri kəşf etməyə davam edirik.